Bitki özü yeyir, ikinci tikəni atır qabağında, çox üzr istəyirəm, bir it var onun qabağını o yeyir. Bitki özü yeyir, atır onun qabağını. İmam Hüseyin bu müşahidə elədi, gəldi, yaxınlaşdığını dedi, nə olub sənə? Vaxtı gördü İmam Hüseyindir. Dedi, ağacan, dərdliyəm, qəmliyəm, ürəyim sıxılır. Dedim, bu da Allahın heyvanıdır. Onu sevindirim də belə, indi yeyir. Allah da məni sevindirər inşallah. Onun məxluqudur, yaratdığıdır. İmam Hüseyin çox xoşuna gəldi. Getdi evə 200 dinar pul götürdü. Dedi, sənin sahibin kimdir? Dedi, mənim sahibim qeyri-müsəlmandır, heç müsəlman da deyil. Getdi onun qapısına. Gəl çatdı onun qapısına, qapısını döydü. Salam aleykumussalam və rəhmətullah. Bəli, ya Əbu Abdullah, sən niyə gəlmirsən bizim qapıya? Mən hara, Hüseyin hara? Dedi, sənin bir nökərin var, bir qulun var. Gəlmişəm, onu alım, pul verim, sən onu mənə verəsən. Dedi, Hüseyin, sən gəlmirsən, mən nə pul? Sənin gəlişin, qədəmlərin mübarək, mənim evimi döymüsən, qapımı döymüsən. Mən heç buna ləyaqətim yox, mən buna layiq deyiləm. Nasıl qeyri-müsəlmandır, ədəbi var, ərkanı var. Dedi, onu sənə bağışladım. Bağı da sənə verdim. Xanımı da deyəm, qıradan baxırdı. Onun xanımı. Hüseyin, nökəri sənə bağışladım, bağı da sənə verdim. İmam Hüseyin üzünü tutdu nökərə, dedi, mən də səni azad elədim. Bağı da mən sənə verdim. Bu pulu da sənə verdim ki, ayağa qalxasan, işləyəsən. Burada xanım baxdı, dedi, ilahi vərəb, bu İslamdır. Sən kimi şəxsiyyət bir nəfər üçün gəlmirsən, sənə veriləni ona bəxş edirsən. Bu din, bu cür nə dindir? Dedi, bəli, bu cür dindir. Dedi, əşhədu ən la ilahə illallah. Bu da şəhadət verdi. Sonra Mehriyəm var idi ya mənim. Mən də bu kişiyə bağışladım. Kişi baxdı belə xanıma. Dedi, elə mən də deyim, əşhədu ən la ilahə illallah. Mən də sənə bir evim var, onu mən sənə hədiyyə edirəm. Bu sənin olsun. İmam Hüseyin baxdı, dedi, bəh, bəh. Allahın heyvanına bitkə verirsən, səmimi, ixlasla gör nələr edir. Biri azad olur, birinə bağ verirlər, pul verirlər. 2 nəfər İslamı qəbul edir, biri ona bunu bağışlayır, o biri buna bunu bağışlayır. Xırda bir əməl Allah qatında bu qədər dəyəri var imiş. Amma bunun o tərəfinə baxaqda Hüseynin gəlişi idi. Hüseyin əleyhissalam bir an evimizə bir nəzər eləyə, bir lütf eləyə. Bax, belə müşkillər hamısı elə bilir, hamısı bir-bir əlli olar. Güc, o lütf onda var.